Əbu Zər gəlir Salmana deyir ki, görəsən Əlini tanımaq nə qədər əhəmiyyətli məsələdir. Salman deyir, gəl gedək Əli əleyhissalamın özündən soruşaq. İki dənə ən üstün səhabə gəlirlər Həzrət Əlidən soruşurlar ki, sizi tanımağın fəziləti nə qədərdir? Buyurur ki, məni həqiqi mərifət və nuraniyyətlə tanımamış insanın imanı kamil olmaz. Məni tanımadan insan iman yoluna qədəm qoya bilməz. Məni tanıyandan sonra Allah insanın qəlbini imanla imtihana çəkər. Peyğəmbər buyurur, mən elmin şəhəriyəmsə Əli onun qapısıdır. Qapını açmamış şəhərə girmək olmaz. İstəyirsən Peyğəmbəri tanıyasan və Allahı tanıyasan, gərək bu qapıdan daxil olasan. Əli ilə Quranın bir bənzərliyi var. O budur ki, Quran haqqında Allah buyurur, Quranı paklardan başqa heç kəs başa düşməz. Amma Quranın arxasında olan mənaları paklanmış insanlar, ürəyi təmizlənmiş insanlar tanıya bilər. Əhl-i Beyt də belədir.